Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz dostlar, Quranda 6 yazı vasitəsi haqqındadır mövzumuz. Quranda yazı vasitələri kimi qeyd olunan anlayışlar insanın öyrənməsi, yadda saxlaması və həqiqətləri gələcək nəsillərə ötürməsi üçün mühüm rol oynayır. 1. Qələm yazının əsas alətidir. Biliklərin, vəhyin yazılması üçün istifadə olunur. Ayə: And olsun qələmə və yazdıqlarına. Qələm surəsi 1-ci ayətdə buyurulur. 2. Rəq, perqament. Qədim dövrdə yazı üçün istifadə olunan materiallardan biridir və ilk olaraq belə vasitələrə yazılmışdır. Ayə: And olsun sətir-sətir incə dəriyə yazılmış kitaba. Tur surəsi 2-3-cü ayətdə bildirilir. 3. Midad, mürəkkəb. Yazını mümkün edən əsas vasitədir. Quranda Allahın elminin sonsuzluğu mürəkkəb misalı ilə izah edilir. Ayə: De ki, Rəbbimin sözləri üçün dənizlər mürəkkəb olsa, Rəbbimin sözləri tükənmədən dənizlər tükənərdi. Kəhf surəsi 109-cu ayətdə bildirilir. 4. Qırtas, kağız. Yazıların üzərinə köçürüldüyü və qorunduğu materialdır. Biliklərin yayılmasında mühüm rol oynayır. Ayə: Onu kağızlara, vərəqlərə yazıb açıqlayırsınız. Ənam surəsi 91-ci ayətdə bildirilir. 5. Lövh-i məvhuz. İlahi yazıların və bütün talələrin qorunduğu müqəddəs yazı məkanıdır. Ayə: O uca bir Qurandır. Qorunan lövhədədir, lövh-i məhfuzdadır. Buruc surəsi 21-22-ci ayətdə bildirilir. 6. Kitab, yazıya alınmış bilik və ilahi hökmlərin bütöv formasıdır. Quranda kitab həm vəhiy, həm də yazılmış sənəd mənasında işlədilir. Ayə: Bu, Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə, heç bir şək şübhə olmayan müttəqilərə doğru yol göstərən kitabdır. Bəqərə surəsi 2-ci ayətdə bildirilir.